Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan SSR Xalq artisti, SSR Dövlət Mükafatı laureatı, balet ustası Tamila Şirəliyeva 79 yaşında vəfat edib. Bu barədə AP açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Fərid İbrahimov məlumat verib. O bildirib ki, Tamila Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böbrəklərində problem yaranan balet ustası əməliyyat olunub, o bugün səhər beyninə qan sızması nəticəsində vəfat edib. Qeyd edək ki, Şirəliyeva Tamila Xudadad qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreografiya məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qaraca qız Əşrəf Abbasov, Gülyanaq, Qız qalası Əfrisayab Bədəvvəli, Məhmənə Banu, Məhəbbət əfsanəsi Arif Məlikov, Ayşə Fiyetta 7 gözəl ildırımlı yollarla Qara Qarayev, Odetta Odilya, Qu Gölü, Pyotr Çaykovski, Şəhrizad, Minbir Gecə, Fikrət Əmrov və s. əsas partiyaları ifadə edir. Tamila Şirəliyeva 1977-ci ildən pedaqoji fəaliyyət göstərib. 70-ci ildə Azərbaycan SSR əməkdar artist, 1978-ci ildə Azərbaycan SSR Xalq artisti, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Allah rəhmət eləsin, yaxınlarına, əzlərinə səbir diləyirik.